Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Xoş gördük sizi. Sizi Tofiq Bəhravanlı Respublika stadionundan salamlayırıq. Və bugün burada Ölkə Kubokunun yarıfinal mərhələsinin cavab oyunları çərçivəsində Qarabağ və Araz Naxçıvan klubları qarşı-qarşıya gələcəklər. Hələlik futbolçular bir-birlərini salamlayırlar. İlk oyundan fərqli olaraq bugün qapını 99 nömrə Mateusz Koxalski qoruyur. 13 nömrə Bəhlul Mustafazadə, 44 Elvin Cəfərquliyev, 27 Toral Bayramov, 90 Nəriman Axundzadə, 10 Abdullah Zubir kapitandı. 7 Yasin Benziya, 8 Marko Yankoviç, 9 Kadi Borges, 2 Mateus Silva və 15 nömrə Leandro Andrade. Qarabağın baş məşqçisi Qurban Qurbanovdur. Azərbaycan Hava Yolları VAR otağından görüntü bizə təqdim edilir. Bugün VAR-da Kamal Umudlu, VAR hakimi assistenti kimi Rauf Cabbarov iştirak edirlər. Onlara da təbii ki bu işlərində uğur arzulayırıq. Görüşün baş hakimi bir daha qeyd edim ki Rəvan Həmzəzadədir. Onun köməkçiləri Cəmil Quliyev və Şirməmməd Məmmədovdur. Ehtiyat hakim, yəni 4-cü hakim Əliyar Ağayevdir. Hakim inspektor Vüsal Əliyev və AFFA-nın bu görüşdə nümayəndəsi Elgiz Abbasovdur. Araz Naxçıvanda isə cəmi bir dəyişiklik görünür. Həmin o dəyişiklik də bir məcburi dəyişiklikdir. Vanderson adı ilə bağlıdır. Məsələ burasındadır ki, Misli Premyer Liqasının 31-ci turunda Araz Naxçıvan Turan Tovuzla qarşılaşmışdı. Ötürmə edildi. Başla zərbə, inanılmaz vəziyyət. Araz Naxçıvan hesabı açmağa yaxın idi. İlk epizodun təkrarına baxaq. Qaranın ötürməsi zamanı Carlos Jatoba başla fərqlənməyə yaxın idi. Bir daha baxırıq. Jatobanın zərbəsindən sonra top qapı tirinə dəydi. Benziya mübarizə aparırdı. İndi Felipe Santos istiqamətini ötürmə. Felipe amma Koxalski birbaşa zərbə vurmaq olar. Zərbə indirildi. Felipe Santos. Santos'un zərbəsi. Araz Naxçıvan növbəti dəfə hesabı açmağa yaxın idi. Təkrara baxırıq, ötürmə anında təbii ki oyundan kənar vəziyyət yox idi. Koxalskini vurulamaq lazımdı. Tam vaxtında çıxdı. Davamında məncə zərbə idi burada. Machado qapı istiqamətində zərbə vururdu. Top Felipe'yə çatdı. Yenə də amma Felipe ikinci zərbəsi zamanı ümumiyyətlə zərbəsi zamanı qapıya düşə bilmədi. İlk anda ümumiyyətlə zərbə də alınmadı. Koxalski imkan vermədi ona. Və burada Felipe Santos qapıya düşə bilmədi. Cəfərquliyev. Mateus topu qapı önünü ötürür. Başla zərbə. Qeyri-dəqiqdir. Təkrara baxaq. Mateus burada yaxşı yayındı Ömər Buludovdan. Ötürməsi də dəqiq alınmışdı. Və onun ötürməsindən sonra Abdullah Zubir başla fərqlənməyə çalışdı. Gördüyünüz kimi yenə də birdən-birə fəallaşdı və fasilə ərəfəsində qol axtarışındadır Qarabağ. Qapı önünü ötürmə edilir. Risuparo. Və davamında Vadim topu uzaqlaşdırır və Rəvan Həmzəzadə ilk hissəni başa vurur. Odur ki, hələlik fasiləyə ayrılırıq. Fasilədən sonra yayımımız davam edəcək. Bir daha xatırladım ki, bu oyundan sonra Sabah və Neftçi klubları arasında da cavab dueli keçiriləcək və bununla da artıq Ölkə Kubokunda hər iki finalçı bəlli olacaq. Araz Naxçıvan futbolçuları topu itirirlər. Qarabağ üçün fürsət, uzaq məsafədən zərbə indirildi, qeyri-dəqiq alındı. Vadim Abdullayev topu sağ cinah ötürdü. Nuno Rodriguez, qapı önünü ötürmə, Felipe Santos və Koxalski. Topa yələnir, Felipe Santos növbəti dəfə qol vurmağa yaxın idi. Bir daha baxırıq. Hava ötürməsi zamanı unudulmuşdu orada Felipe Santos. Və Braziliyalı futbolçunun başla zərbəsindən sonra Mateus Koxalski topa yələndi. Felipe Santos. Daha bir dəqiq ötürmə Felipe'dən. Ürfan. Yaxşı gəldi Araz Naxçıvan. Görə bu hücumun davamı olacaq. Felipe! Bu cür gözəl hücumu gözəl qolla başa vura bilərdi. Yarın finalın ilk maçında olduğu kimi cavab oyununda da qol vurmağa yaxın idi. Bir daha baxırıq. Topu qəbul etdi və 9'luğa göndərirdi burada topu Felipe Santos. Baxımlı qol izləyə bilərdik. Kadi ilə oynuyor. Tural, Kadi. Kadi
özü irələməyə çalışdı. Kadi topu qazandı, ötürmə edildi. Zərbə alınmır. Kadi və gol! Belə bir qarışıq vəziyyətdə Qarabağ komandası hesabı aça bilir. 1-0. Bir daha baxaq. Kaydı burada irələməyə çalışdı və Ürfan Ürfan da değildi orada. Ürfan və Vadim ikisi orada onunla mübarizə aparırdı. Vadim bir anlıq orada sanki dondu qaldı, topu uzaqlaşdıra bilmədi. Bax burada, bax bu məqamda. Ara ötürməsi yaxşı alınır. Leandro qapı önünə yerli ötürmə və 2-0. Əla hücum Qarabağdan. Nəriman fərqlənir. Ölkə şempionatında Misli Premyer Liqasında ötən turda ölkə derbisində Neftçi ilə görüşdə də gol vurmuşdu Nəriman. Və burada da Leandro Andrade'nin ötürməsindən sonra bircə toxunuşla topu qapıya istiqamətləndirdi və bununla da Qarabağın üstünlüyünü daha da artırdı. Artıq indiki hesabla Qarabağ finala daha yaxındır. Hesab 2-0 olur, ümumi hesab 2-1 Qarabağın xeyrinədir. Hesabı açınca ilk qolu vurunca da adətən belə olur. Qapanan istənilən komandayla oyunlarda adətən belə olur. Çətini sanki o düyünü açıncadır. Və bundan sonra davamı gəlir artıq və silsilə şəkildə həmin o davamı biz izləyirik və indi hətta bunun növbəti bir nəticəsini görə bilərik. Penalti təyin edildi. Top Ürfan Abbasovun qoluna dəydi. Bu o deməkdir ki, Qarabağ penaltini vuracaq. Əlimə dəydi. Baxaq təkrara. Buradan açıq aydın görünməlidir. Əslində bu rakursdan bir qədər şübhəli göründü. Hər halda gəlin bir daha baxaq. Tural Bayramov yaxınlaşır. Tural Bayramov və 3-0. Tural Bayramov da fərqləndi. Hesab 3-0 oldu. Standart vəziyyətlərdən daim fərqlənməyə bacaran Tural Bayramov növbəti dəfə qol vurdu. Çempionatda bu mövsümdə 5 qol vurub Tural. Düzü çoxdandır ki, fərqlənmirdi. Ötürmələr çox yaxşı alınır burada. Qapın ötürmə edildi. Kaşuk səhv istiqamətdə qaçdı. Amma həmlə davam edir. Patrik! Yenə də 50 oyun iddiası var. Ülvi İskəndərov indi topladı. 50 oyunla bağlı etirazlar. Bax, bu hücum zamanı idi. Təkrara baxaq. Patrikin zərbəsi zamanı top Araz Naxçıvanın futbolçusunun Turan Vəlizadənin qoluna dəymişdi və indi VAR-dan bir xəbər gözləyirik. Hətta təkrara baxmamışdan öncə hakim özü hər kəsin eşidə biləcəyi bir tərzdə bildirir ki, kapitanlar kimlərdir? Yanına çağırdı, özü kapitanlar da təsadüfdən elə yanındaydılar. Gedib təkrara baxacağı, yəni məlumat verildi, indi təkrara baxır. Felipe gərəksiz bir anda orada hakimə yaxınlaşırdı və yaxınlaşdığına görə ona vərəqə göstərildi və Slavik Alxasov topu irəli göndərmək, uzaqlaşdırmaq istəyərkən top Zubirə dəymişdi. Və bundan sonra artıq top Turan Vəlizadənin qoluna dəymişdi. Bəli, bəli. Hakim də bildirir ki, 50 oyun var idi, amma penaltidən əvvəl orada top əslində Zubirin qoluna dəymişdi. Baxın, bax burada. Top əvvəlcə Zubirin qoluna dəydi və VAR-dan müdaxilə gəlirdi. İndi təbii ki, orada sərbəst zərbə olmalıdır. Araz Naxçıvan hücumdadır. Ülvi topu buraxdı. Həmlə təhlükəli ola bilər. Kevin Medina zərbə indirilir və top qapının üstündən keçdi. Topu rəqiblərindən almağa çalışırdılar. Topa da toxunuş var idi və beləcə Rəvan Həmzəzadə oyunu başa vurdu. Bax, bu epizodu da izlədik. Beləcə, dəyərli tamaşaçılar, Tofiq Bəhrəvanlı Respublika stadionuna biz artıq canlı yayımımızı yavaş-yavaş yekunlaşdırmalıyıq. Sağ olun, salamat qalın.